2011-ci ildən Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Avropa Hərəkatının yerli nümayəndəliyi 2012-ci il 17 fevral tarixində ilk konqresini keçirir. Parkid Otelinin Füzuli zalında keçirilmiş konqresdə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri Sabir Rüstəmxanlı, Asim Mollazadə, Fuad Muradov, təşəbbüs qrupu üzvləri və media iştirak edir. Konqresin əvvəlində Azərbaycan Avropa Hərəkatının proqramı ictimaiyyətə çatdırılıb. Sonra isə hərəkatın təqdimat videosu nümayiş olunub. Nümayişin ardınca söz Azərbaycan Avropa Hərəkatının baş katibi Ramin Hacılıya verilir. Bugün Azərbaycan Avropa Hərəkatının ilk konqresi keçirilir. Bugünə qədər Azərbaycanda Avropa Hərəkatı fəaliyyət göstərsə də konqres keçirə bilməyib və bugünə qədər Azərbaycan Avropa Hərəkatı tam strukturunu formalaşdıra bilmədiyi üçün müvafiq sənədləri Avropa Hərəkatının mərkəzi ofisində təqdim edə bilməyib. Bu səbəbdən də Azərbaycan Avropa Hərəkatı tam hüquqlu üzv deyil Avropa Hərəkatına. Və biz qərara gəldik ki, ilk konqresi keçirək və bununla da prosedurlara başlayaq. Biz birinci Avropa Hərəkatı haqqında informasiya məhdudiyyətini nəzərə alıb təşəbbüs qrupu yaratmaq qərarına gəldik. Bu təşəbbüs qrupuna Azərbaycanda fəaliyyət göstərən, bütün sferaları əhatə edən təşkilatlara və gənclərə müraciət edərək çox mistik tarixi bir rəqəm 40 nəfərlik bir təşəbbüs qrupu yaratmaq istədik. 40 olmadı, 41 oldu, amma təşəbbüs qrupu yarandı. Mən təşəbbüs qrupunda olan insanların bəziləri haqqında sizə məlumat verərkən, yəni nə qədər əhatəli bir təşəbbüs qrupu yaratmaq istədiyimizi görəcəksiniz. Və bu təşəbbüs qrupu bundan sonraki bütün prosedurları həyata keçirəcək. Həm bordu seçəcək, həm prezidenti seçəcək. Daha sonra isə bord nizamnamaya uyğun olaraq vitse-prezidentləri prezidentin təqdimatı ilə təsdiqləyəcək. Daha sonra baş katibi prezidentin təqdimatı ilə təsdiqləyəcək və baş katibin təqdimatı ilə baş katib aparatında olan insanlar təsdiqlənəcək. Və beləliklə, biz təşəbbüs qrupunu 41 nəfərdən ibarət formalaşdırdıq və bu 41 nəfərdən ibarət təşəbbüs qrupu hal-hazırda sizin gözləriniz önündə bordun nümayəndələrini seçəcək. Təbii ki, təşəbbüs qrupu həm də əvvəlcədən konqresi hazırlıqla təşkilat komitəsi yaratdı və həmin təşkilat komitəsi namizədləri müəyyənləşdirdi müraciətlər əsasında. O namizədlər, kimlər borda namizədliyi verirsə, o namizədlər burada bir səsverməyə çıxarılacaq. Və mən səsverməyə keçməmişdən öncə onu da deyim ki, prezidentliyə namizədlər də burada seçiləcək. Yəni, kimin sənəyəsə sualı varsa, mətbuat orqanları yenə də deyirəm, sualı verə bilər. Hal-hazırda Sultan Lətifov öz təsiri ilə bağlı Belçikada olduğu üçün o bizim aramızda yoxdur və bundan sonra da Azərbaycan Avropa Hərəkatının hər hansı bir orqanında iştirak etmək kimi bir imkanı yoxdur. Bu qədər. Çox sağ olun. Konqres zamanı hərəkatın idarə heyəti üzvləri açıq səsvermə yolu ilə seçilir. Daha sonra hərəkatın növbəti 3 il üçün yeni prezidenti müəyyən olunub. Azərbaycan Avropa Hərəkatının prezidentliyinə namizəd olan Ramin Hacılı 41 nəfərdən ibarət təşəbbüs qrupu üzvlərindən 32 nəfərin səsini qazanaraq Azərbaycan Avropa Hərəkatının prezidenti seçilib. Avropa Hərəkatı bütün Avropa ölkələrində var. O deməkdir ki, bizim hər bir ölkədə partiyomuz var. Bu, Azərbaycan həqiqətlərini Avropaya çıxarmaq üçün bizə imkan verir. Həm də Azərbaycanın əsas məsələsi Avropaya inteqrasiya prosesində müxalifət, iqtidar və yaxud da digər ayrılıqların müşahidə olunması və sonradan Avropa inteqrasiya istiqamətində bir neçə istiqamətlə cəhdlər və bu cəhdlərin Avropa tərəfindən bir mənalı qarşılanmaması nəticəsində uğursuz alınması. Yəni, bütün bunların hamısının qarşısını alıb vahid bir platformaya çıxış eləmək və vahid bir mövqe sərgiləmək. Çünki Avropa inteqrasiya prosesini deyən bizlər deyilik. Avropa inteqrasiya prosesini
Azərbaycanda maarifçiliyə başlayan gündən bütün maarifçilər deyil. Mirzə Fətəli Axundov deyil, Zərdabi deyil, Rəsulzadə deyil, Elçibəy deyil, Heydər Əliyev deyil, İlham Əliyev deyil, Əli bəy Hüseyin deyil, Əhməd bəy Ağoğlu deyil. Yəni, bütün Azərbaycan mütəfəkkirləri, siyasətçiləri, yəni hər kəs Avropa inteqrasiyanın vacibliyi deyil. Sadəcə və sadəcə bu istiqamətdə təşəbbüslərin birləşdirilməsi və bugünkü bu imkandan maksimum istifadə etmək üçün hər kəsi əməkdaşlığa çağırıram. Beləliklə, Azərbaycan Avropa hərəkatının əsas heyətində təmsil olunur. Ramin Hacılı, Dalğı Gənclər Hərəkatının təsisçilərindən biri və ilk sədr olub. Demokratiya məktəbinin təlimçisi, Demokratiya Akademiyasının prezidentidir. 2006-cı ilin sentyabrından Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri və 2008-ci ildə DİP-in Siyasi Şurasının üzvüdür. Azərbaycan Avropa Hərəkatının vitse-prezidenti və baş katibi olub. Hazırda Azərbaycan Avropa Hərəkatının prezidentidir. Həm də 2011-ci ildən Ramin Hacılı 3-cü Gələcək jurnalının təsisçisi və baş redaktorudur. Siyasi sistemlər və ideologiyalar nəzəriyyəsi üzrə mütəxəssisdir. Xalisə Şahverdi, hüquqşünas, 8 il ərzində vətəndaş cəmiyyəti sahəsində müxtəlif layihələrdə çalışıb. 2010-cu ildə keçirilən parlament seçkilərində millət vəkilliyinə namizəd olub. Azərbaycan Universiteti Sosial İş Fakültəsində müəllimədir. Emin Aslan, Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsinin məzunudur. Bir müddət İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsində icraçı direktor kimi çalışıb. Amerika Hüquqşünaslar Assosiasiyasında proqram rəhbəridir. Pərviz Abbasov, hüquqşünas, Mərkəzi Avropa Universitetinin məzunu, JCI Azərbaycanın prezidentidir. Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq Fakültəsinin müəllimidir. Qüdsiyə Məmmədova, Alman dili üzrə mütəxəssis, Bundestagda 6 aylıq təcrübə proqramı, Humboldt Universitetində gender üzrə 5 semestrlik təlim keçib. Bir müddət Almaniya səfirliyində çalışıb. Fariz Əhmədov, İstanbulda magistr və PhD dərəcəsi üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Dünya Korporativ Sosial Məsuliyyətlər Cəmiyyətinin üzvüdür. Orxan Əkbərov, Azərbaycan Tələbələr və Məzunlarının Beynəlxalq Forumunun sədridir. Azərbaycan Avropa Hərəkatına həmin qurum tərəfindən tövsiyə olunub. Elnarə Qəribova, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini bitirib. Ankara Universitetində Avropa İttifaqı və Beynəlxalq Münasibətlər Fakültəsində PhD dərəcə alıb. İrəli İctimai Birliyinin həm təsisçisidir. Azərbaycan Avropa Hərəkatına İrəli İctimai Birliyi tərəfindən tövsiyə edilib. Vüqar Əhmədov, Glasgow Universitetinin məzunu, Azərbaycan Amerika Gənclər Assosiasiyasının prezidentidir. Eyni zamanda Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komitəsinin sədridir. Azərbaycan Avropa Hərəkatına həmin birlik tərəfindən tövsiyə edilib. Gülsəl Səfərova, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədridir. Azərbaycan Avropa Hərəkatına həmin təşkilat tərəfindən tövsiyə edilib. Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatının Milli Şurasının baş katib müavinidir. Azərbaycan Avropa Hərəkatına həmin şura tərəfindən tövsiyə edilib. Leyla Aslanova, Birləşmiş Ərəb Əmirliyinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfirinin köməkçisi, ABŞ təhsilli Azərbaycan Məzunlar Assosiasiyasının idarə heyətinin üzvüdür. Azərbaycan Avropa Hərəkatına həmin assosiasiya tərəfindən tövsiyə edilib. Cavid İsmailov, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının xarici əlaqələr üzrə koordinatorudur. Azərbaycan Avropa Hərəkatına həmin ittifaq tərəfindən tövsiyə edilib. Sevinç Hacızadə, beynəlxalq təlimçi, 79 saylı orta məktəbin direktoru, Məlahətli Ana, Uşaqlara Yardım İctimai Birliyinin vitse-prezidentidir. Mərdan Əfəndiyev, Azərbaycanda ilk milli brend 9 ayın təsisçisi, M-Partners LTD rəhbəri, iqtisadçı, İqtisadi İslahatlar və Sahibkarlara Yardım Analitik Mərkəzinin direktorudur. Leyla Məmmədli, Azəri Gənclər Alyansının həm təsisçisi və rəhbəridir. John Hopkins Universitetində magistr dərəcəsi alıb. Hikmət İsmailov, Azərbaycan Tibb Universitetinin məzunu, Azərbaycan Gənclər Parlamentinin sədri, Heidelberg Universitetinin klinikasında rezidentdir. Bununla da konqres başa çatıb. Sonda yeni prezidentin şərəfinə ziyafət təşkil olunub.